30 ildir erməninin məhv edə bilmədiyi gözmuncuğu mədəniyyət diyarımızı belələri məhv etməsə yaxşıdır. Yanlışdırmı fikrində? Yox, yanlış deyil. Azərbaycan ordusunun cəsurları o Şuşaya hansı şəkildə daxil olublarsa, Şuşanı düşməndən necə azad eləyiblərsə, hər birini bilirik və başını çox da yaxşı istiqamətdə işlədə bilməyənlər gedirlər, dayanırlar bu Şuşa yazısının qarşısında, Şuşanın girişində və orada yenə də deyirəm, biri qarın yığan manjeti təqdim eləyir, bir gombulu gətirir ora, zor güclə bağlayır o manjeti, düzdür. Sonradan çıxdı adam üzr də istədi ki, həqiqətən də yəni o dərəcəsini düşünməmişdi. Özünü qıza bənzədən oğlanlar var. Gedirlər orada, belə gic-gic hərəkətlər eləyirlər, şəkil çəkdirirlər. Bir də ki bu ümumiyyətlə nə çəkilişdir də, yəni neynəmək istəyirsiniz, yenə də deyirəm. Sonra da deyirik ki, yeniyetmələr, sadəcə dilimi almaq istəmirəm də, onu demək istəmirəm. Pullu kişi arxasındadırlar bəzisi. Özünüz şərait yaradırsınız da. O nə geyimdir, o nə licimdir və yenə də deyirəm, o nə pozdur, neynəmək istəyirdiniz ki? Hər nə edirsiniz edin, yenə də deyirəm, özünüz bilərsiniz. Amma bunu bari heç olmasa bizim qəhrəmanlıq səlnaməmizə yazılan rayonlarımızda etməyin də bu eybəcər şeyləri də. Bu nə duruşdur, bu nə görüntüdür, bu nə bilim, valla nə tərs hərəkətlərdir. Şuşanı bizim Azərbaycan igid oğulları aldı ki, Şuşada ona görə şəhid verdilər ki, Şuşada ona görə qazilərimiz oldu ki, siz gedib orada nə bilim neyniyəsiniz?